Deməli yoldaşlar, bu günlər sizinlə təhsil haqqında Azərbaycan Respublikasının qanunu keçəcək. Yəni imtahanda ən çox düşən maddələr haqqında danışacağıq. Öncəliklə onu deyim ki, təhsil hüququ Azərbaycan Respublikasının bütün vətəndaşlarına aiddir, aid edilir. Yəni bütün vətəndaşlarımızın təhsil hüququ var. Bu Konstitusiyamızın 42-ci maddəsində öz əksini tapıb. Yəni Konstitusiyamızın 42-ci maddəsində yazır ki, hər bir vətəndaşın təhsil almaq hüququ vardır. Dövlət pulsuz icbari ümumi orta təhsil almaq hüququnu təmin edir. Təhsil sisteminə dövlət tərəfindən nəzarət edilir. Maddi vəziyyətindən asılı olmayaraq istedadlı şəxslərin təhsilini davam etdirilməsinə dövlət zəmanət verir. Dövlət minimum təhsil standartlarını müəyyən edir. Yəni imtahanda ən çox nə düşür sual tipi olaraq burdan? Sual olunur ki, təhsil hüququ Konstitusiyamızın neçənci maddəsində, misal üçün deyirəm də, və yaxud da təhsil hüququna aid olanları seçin. Yəni təbii ki, bunu mən sizə material olaraq göndərəcəm. Amma təhsil haqqında Azərbaycan Respublikasının qanununun sırf yəni bütün maddələrini öyrənməyə ehtiyac yoxdur. Bir daha qeyd edeyim. Bəlli maddələr var ki, onlar ətrafında imtahana düşür. Onlardan biri təhsil haqqında qanunun 2-ci maddəsidir. Nə deyir 2-ci maddə? Təhsil haqqında Azərbaycan Respublikasının qanunvericiliyi. Yadınızdadırsa, indi yeni üzvlərimizdən indi əmək məcəlləsini keçməmişdik. Əmək məcəlləsinin də 1-ci maddəsi yadınızdadır. Nə deyirdi? Azərbaycan Respublikasının əmək qanunverici sisteminə daxil olan normativ hüquqi aktlar. Yəni bir növ ümumi anlayış kimi bunu qəbul edin. Yəni 2-ci maddə nə deyir bizə təhsil haqqında qanunu? Deyir ki, təhsil haqqında Azərbaycan Respublikasının qanunvericiliyinə Azərbaycan Respublikasının konstitusiyası, təhsil haqqında qanundur, məktəbəqədər təhsil haqqında qanundur, ümumi təhsil haqqında qanundur, peşə təhsili haqqında qanundur, Azərbaycan Respublikasının qanunlarıdır, təhsil sahəsinə aid olan digər normativ hüquqi aktlardır və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr də bura aid edilir. Təhsil qanunvericiliyinin əsas məqsədi isə təhsil sahəsində vətəndaşların konstitusiya hüququnun təmin edilməsindən, onun qorunmasından, icra strukturlarının, təhsil alanların, eyni zamanda təhsil verənlərin, fiziki və hüquqi şəxslərin hüquq və vəzifələrinin düzgün müəyyən edilməsindən, həmçinin onlar arasında münasibətlərin tənzimlənməsindən, təhsil sisteminin sərbəst fəaliyyəti və inkişafı üçün hüquqi təminatların yaradılmasından ibarətdir. Gəlin indi 2-ci maddənin 2-ci bəndində nə demək istəyir, onu sizlərə izah edeyim. Deyir ki, təhsil qanunvericiliyinin əsas məqsədi. Ümumiyyətlə yadda saxlayın ki, bütün qanunverici sistemlərin məqsədi olur, bir də onun vəzifələri olur da, yəni prinsipləri, onun həyata keçirilməsi mexanizmləri də, belə deyim mən sizə. Təhsil qanunvericiliyinin də əsas məqsədi təhsil sahəsində bütün vətəndaşlarımızın konstitusiya hüququnun təmin edilməsidir, onun qorunmasıdır, icra strukturlarıdır. Bir də bir şey də var ki, təhsil alan, bir də təhsil verən. Təhsil alanlar şagirdlərdir, uşaqlardır, tələbələrdir, kursantlardır, müdavimlərdir, magistrantlardır. Təhsil verənlər isə pedaqoji fəaliyyətlə məşğul olan şəxslərə deyilir. Bir şey də var ki, pedaqoji fəaliyyətlə məşğul olan şəxslərin özü belə təhsil alan ola bilər. Misal üçün, mən belə deyim də sizə, özüm təhsil alanam. Çünki 2-ci ali təhsilimi alıram. Aydındır? Yəni burada sırf konkret olaraq işləyirsə, müəllim kimi fəaliyyət göstərirsə, bu o demək deyil ki, o insan təhsil alan ola bilmir. Niyə olmur ki? Biz hər gün öyrənirik, biliklər əldə edirik. Bunun özü belə təhsil almadır. Yəni biz indi irəliləyən maddələrdə bu hansı təhsil alma formasıdır, onu da öyrənəcəyik. Misal üçün biz otururuq jurnaldan, qəzetdən, kitabdan, internet resurslarından, sosial şəbəkələrdən, aydındır? Biz hər hansısa bir elmi belə deyim, yaradıcılıqla da məşğul ola bilərik, elmi fəaliyyətlə də məşğul ola bilərik. Bu özü özlüyündə, yəni bilik bacarıqlara yiyələnməkdir, sahib olmaqdır. Bunun özü də belə təhsil almaqdır. Aydındır yoldaşlar? Daha sonra 2-ci maddənin 3-cü bəndi isə Azərbaycan Respublikasında fəaliyyət göstərən dini təhsil müəssisələridir. Daha sonra xarici dövlətlərin diplomatik nümayəndəlikləridir, konsulluqları yanında təhsil müəssisələrinə, yəni hansı ki, həmin o təhsil müəssisələri bir növ xarici dövlətlərin diplomatik nümayəndəliklərinə və konsulluqlarına tabedir. Eyni zamanda da dini təhsil müəssisələri hesab edilir. Bu həmin o müəssisələrə təhsil haqqında Azərbaycan Respublikasının qanunu şamil edilmir. Bu nəyə bənzəyir? Əmək məcəlləsinin 6-cı maddəsi var idi. Bir də əmək məcəlləsinin şamil edilmədiyi şəxslər. Biz orada sayırdıq ki, misal üçün hərbi qulluqçulardır, məhkəmə hakimləridir, millət vəkilləridir. Aydındır? Yəni
Bu qanunverici sistemin özündə də belə, yəni təhsil haqqında qanunda da şamil edilməyən müəssisələr var idi. Onlar hansılar dedik? Dini təhsil müəssisələridir, xarici dövlətlərin diplomatik nümayəndəlikləridir və konsulluqlar yanında fəaliyyət göstərən təhsil müəssisələridir. Aydındır? Bura qədər nəyi başa düşmədik? Səsim gəlir sizə yoldaşlar? Aha, lap yaxşı. Nəsə başa düşməsiniz? Yəni avtomatik olaraq bildirin, onu yenidən izah edək. Bir də yoldaşlar, vacib olan maddələrdən biri 3-cü maddədir. Təhsil haqqında qanunun 3-cü maddəsi. Bu nədir? Təhsil sahəsində dövlət siyasətinin əsas prinsipləridir. Burada deməli bilməlisiniz ki, ola bilər müsahibə mərhələsində sual verilə bilər ki, sizə təhsil sahəsində dövlət siyasətinin əsas prinsipləri hansılardır? Ümumiyyətlə neçə prinsipi tanıyırsan və onların tətbiqini necə görürsən? Aydındır, bu kimi ola bilər. Ona görə də həm testdə, həm də müsahibə elə formada hazırlaşaq ki, yəni cavab verməyə çalışa bilək də, yəni ən azından cavab verək biz. Aydındır? Deməli dedik ki, təhsil sahəsində dövlət siyasətinin əsas prinsipləri var. Yəni prioritet olan prinsiplərdir. Bunlar hansılardır? Humanistlikdir, demokratiklikdir, bərabərlikdir, keyfiyyətlilikdir, fasiləsizlikdir, səmərəlilikdir, varislikdir, millilik, dünyəvilikdir, liberallaşmadır, inteqrasiya, ümumilikdə öz-özlüyündə 10 prinsipimiz var. Yaxşı, deyirik humanistlik prinsipi. Humanistlik sözü ümumiyyətlə human sözündəndir, insan deməkdir. Humanistlik prinsipi deməli nədir? Milli və ümumbəşəri dəyərlərin. Yəni biz axı dünyada təkcə elə sırf bizdən ibarət deyil axı dünya, düzdür? Digər xalqlar var, millətlər var, toplumlar var, cəmiyyətlər var. Düzdürmü? Buna görə biz deyirik ki, milli və ümumbəşəri dəyərlərin, şəxsiyyətin azad inkişafının, insan hüquqları, eyni zamanda azadlıqları, sağlamlığı, təhlükəsizliyi, ətraf mühitə və insanlara qayğı və hörmətin, tolerantlıq və dözümlüyün prioritet kimi qəbul olunmasına biz deyirik nə? Humanistlik prinsipi. Baxın, ola bilər ki, sözü biz humanistlik prinsipinin də orada yazılan o sözlər var, deyirdimi bərzən. Bax, o sözləri ola bilər ki, yadımızdan çıxardıq. Siz hansı cümlədə, yəni variantda görsünüz ki, tolerantlıq, dözümlülük, hörmət, bu bilin ki, humanistlik prinsipi. Yəni onu yadda saxlamağın ən asan yolu açar sözdür. Yəni çünki hörmət, tolerantlıq, dözümlülük başqa prinsiplərdə yoxdur deyə, sırf humanistlik prinsipindədir deyə. Bu sözlərin üçün harda görsünüz? Üçündən biri. Bilin ki, orada humanistlik prinsipindən söhbət gedir. Daha sonra demokratiklik prinsipi. Demokratiklik prinsipi nədir? Baxın yoldaşlar, biz bayaqları dedik ki, 2-ci maddənin 2-ci bəndində təhsil alan, təhsil verən. Baxın, demokratiklik prinsipi təhsil alanların, yəni təhsil alanlar kimlər idi? Uşaqlar idi. Bağçada olanlar uşaq sayılır da, düzdürmü? Daha sonra şagirdlərdir, tələbələrdir, kursantlardır, müdavimlərdir. Düzdürmü? Yəni təhsil alanların azad düşüncə ruhunda tərbiyə edilməsi, təhsilin dövlət ictimai əsaslarla təşkilində, eyni zamanda idarə edilməsində səlahiyyət və azadlıqların genişləndirilməsi, eyni zamanda da təhsil müəssisələrinin muxtariyyətinin artırılmasıdır. Buna biz deyirik nə? Demokratiklik prinsipi. Baxın, burada da yadda saxlayın ki, təhsil müəssisələrinin muxtariyyətinin artırılması, yəni səlahiyyətlərin verilməsi də aydındır. Bu sırf demokratiklik prinsipindədir. Bərabərlik prinsipi isə deməli yoldaşlar, bərabərlik sözü elə sözün özündən də bəllidir ki, bütün vətəndaşların bərabər şərtlər əsasında təhsil almasına imkanlar yaradılması və təhsil hüququnun təmin olunmasına biz deyirik nə? Bərabərlik prinsipi. Aydındır? Daha sonra prinsiplər içində səmərəlilik prinsipi var. Səmərəlilik prinsipi təhsilin və elmi yaradıcılığın daim inkişaf eləyən faydalı, daha sonra son nəticəyə istiqamətlənən müasir metodlarla təşkilinə deyilir. Misal üçün, səmərəlilik prinsipini biz başqa formada da sizə izah edeyim də. Tutaq ki, sənin elektron lövhən yoxdur. Mən bunu bir neçə dəfə öz dərslərimdə təşkil eləmişəm. Dediyim o əlimdə olan resurslardan səmərəli formada istifadə eləməyi deyirəm də. Mən bunu bir neçə dəfə öz dərslərimdə şəxsən təşkil eləmişəm yoldaşlar. Nədir? Mənim elektron lövhəm yoxdur, amma böyük diaqonalda televizorum var da, hardasa 110 diaqonaldır da. Mən bir dənə HDMI şnuru götürdüm, kompüterə qoşdum, yönləndirdim televizora və salam. Yəni televizor da smart deyil bu arada.
Aydındır? Və kompüterdə eləyəcəyim prosedurları avtomatik olaraq televizora yönləndirdim və orada izah eləməyə çalışdım. Yəni mən bir növ alternativ fikirlər ortaya qoydum. Yəni əlimdə olan resursu neynədim mən? Elektron lövhənin qiyməti 3000-dir, 5000-dir, bilmirəm də qiyməti nə qədərdir. Məndə yoxdur. Məndə o olmadığı üçün əlimdə olan resurslardan, xırda resurslardan səmərəli formada istifadə elədim. Yetər ki, yəni ideya olsun da kreativ formada. Yəni son nəticə nə oldu? Mən öz dərsimi müasir metodlarla təşkil elədim. Aydındır? Səmərəlilik prinsipi də bax bu deməkdir, yoldaşlar. Daha sonra ola bilər sən yaxşı səmərəli insanlarsan, yaxşı əlində olan resurslardan səmərəli formada istifadə eləyəsən, amma orada əsas məsələ nədir? Keyfiyyət. Keyfiyyətlilik prinsipi də, yoldaşlar, təhsilin mövcud standartlara, yəni mövcud deyirəm ha, hal-hazırda olan mövcud standartlara, normalara, sosial-iqtisadi tələblərə, eyni zamanda şəxsiyyətin, cəmiyyətin və dövlət maraqlarına uyğunluğuna biz deyirik nə? Keyfiyyətlilik. Yəni X bir müəllim çox yaxşı dərs keçirir. Yəni keyfiyyətli dərs keçirir. Amma saydığım normalara, mövcud standartlardır, daha sonra sosial-iqtisadi tələblərdir, şəxsiyyətdir, cəmiyyətdir. Aydındır? Bir qayda olaraq yadda saxlayın ki, ailə fərd yetişdirir. Məktəb şəxsiyyət, ali təhsil müəssisələri isə kadr. Aydındır? Potensiallı kadr yetişdirir. Sözcə, ola bilər tələbələr özlərində işləmirlər, ola bilər ki, bəzən ixtisası üzrə iş tapa bilmirlər. Bu istənilən halda bir növ bilirsiniz necədir? Universitet bizə nə verir? Diplom verir sadəcə olaraq, düzdür? Amma qalan şey söz yox, praktikada keçir. Praktikada biz yenələnirik. Deyəsən bu hə, düzəldi. Praktika da göndərir. Amma sonunda biz öz üzərimizdə işləməsək, öz üzərimizdə çalışmasaq, bilik bacarıqlarımızı artırmasaq, yəni inanın mənə ki, effekt verməyəcək. Yəni biz keyfiyyətli kadr ola bilməyəcəyik. Aydındır nə demək istəyirəm? Daha sonra lazım olan prinsiplərdən biri də millilik və dünyəvilik prinsipidir. Bax bunu çox vaxtı humanistlik prinsipi ilə bizim namizədlərimiz qarışdırırlar. Niyə görə qarışdırırlar? Onu da deyim mən sizə. Çünki millilik və dünyəvilik prinsipində də bax bu sözlə başlayır. Milli və ümumbəşəri dəyərlərin. Baxın, milli və ümumbəşəri dəyərlərin sözü humanistlik prinsipində də var. Amma humanistlik prinsipin də milli və ümumbəşəri dəyərlərin, şəxsiyyətin azad inkişafının, insan hüququ, yəni bir növ hörmətli, tolerantlıqdır, dözümlülükdür, bunların prioritet kimi qəbul olunması idisə, millilik və dünyəvilik prinsipində milli və ümumbəşəri dəyərlərin qorunmasıdır, onların dialektik vəhdətinin təmin edilməsi əsasında dünyəvi təhsil sisteminin yaradılması və inkişaf etdirilməsi başa düşülür. Aydındır? Yəni humanistlik prinsipi ilə fərqləri bunlardır. Daha sonra fasiləsizlik, vəhdətlilik, daimilik prinsipi. Mövcud təhsil standartları, yəni hal-hazırda olan təhsil standartlarından söhbət gedir. Tədris proqramları, eyni zamanda planları da ola bilər. Yəni bunlar əsasında təhsilin bir neçə səviyyədə əldə edilməsi imkanı, təhsilin ayrı-ayrı pillələri arasında sıx dialektik qarşılıqlı əlaqənin təmin olunması və onun insanın bütün ömrü boyu necə deyim, ardıcıl davam etməsinə biz deyirik fasiləsizlik, vəhdətlilik, daimilik prinsipi. Misal üçün, bakalavr təhsilini alıb, daha sonra bir səviyyə irəli gedir, olur nə? Magistratura, daha sonra doktorantura, düzdürmü? Və yaxud da ki, orta ixtisas təhsillidir, yəni kollec bitirib, daha sonra bir pillədə irəli gedir, ali təhsil pilləsinə və onun birinci səviyyəsi olan bakalavra qəbul olur. Bakalavr təhsili olur, sonra magistratura. Yəni fikir verirsinizmi? Səviyyələrə də bölünür. Daha sonra isə bir növ biraz da irəliyə gedir. Məsəl üçün kollec təhsili var, orta ixtisas təhsilidir. Bir pillə irəli gedir, yəni ali təhsil pilləsindən bakalavrını qurtarır. Daha sonra bir müddətdən sonra, yəni təbii ki 4 il, 5 ilini baxır da, ixtisasdan ixtisasa dəyişir təbii ki, müddət orada. Olur sonra qəbul olur magistraturaya, doktoranturaya, düzdürmü? Yəni bu nəzərdə tutulur burada. Yəni fasiləsizlik, vəhdətlilik və daimilik prinsipindən söhbət gedir. Varislik prinsipi isə çox vaxtı bunu əksər hallarda təhsil verənlər qarışdırırlar. Yəni varislik prinsipi çox vaxtı buna ortaya atırlar, amma əslində varislik prinsipi təhsil sahəsində əldə olunmuş bilik və təcrübənin ardıcıl olaraq növbəti nəslə, yəni bir növ dövr məsələsi var da, növbəti nəslə, növbəti dövrə ötürülməsinə deyilir varislik prinsipi. Aydındır? Liberallaşma prinsipi isə vacib olan prinsiplərdəndir. Deməli, təhsil sahəsinin və təhsil fəaliyyətinin
belə deyim də, açıqlığının genişləndirilməsidir. Yəni liberallaşmaq da bu. Misal olaraq mən sizə göstərim, açıq qapı təyin edirsən. Yəni bir növ öz fəaliyyətinin, təhsil fəaliyyətindən təbii ki, söhbət gedir. Onun açıqlığının genişləndirilməsi istəyirsən, necə deyim, cəlb edirsən də özünə bir tələbə cəlb edirsən. Aydındır nə demək istəyirəm? Yəni o qədər şəffaf işləyirsən ki, doğrudan deyirəm, bunu bacaran insanlar var. Yəni bir növ şəffaflığının nümayiş etdirilməsidir. Sənin təhsil keyfiyyətinin nümayiş etdirilməsidir. Nə liberallaşma prinsipi. Bir də var ki, inteqrasiyadır. İnteqrasiya sözün kurikulumdan eşidə bilərsiniz. Yəni eşitməmişsinizsə mən sizə deyim. Milli təhsil sisteminin dünya təhsil sisteminə səmərəli formada qoşulması, adaptasiya olunması, eyni zamanda qovuşması əsasında inkişafına biz deyirik nə? İnteqrasiya. Yəni o kurikulumdakı ilə o qədər dərinlikdə öyrənməyə ehtiyac yoxdur. Sadəcə olaraq inteqrasiya, o sözü yadda saxlayın, o prinsipi. Bir də ki, məğzi nədir, söhbət nədən gedir, onu bir söz tezdə sizə kifayət eləyəcək. Daha sonra təhsil hüququ, daha doğrusu təhsil hüququna dövlət təminatı. Bu təhsil haqqında qanunun 5-ci maddəsidir. Nədir burada məsələ? Əslində elə də çətin deyil, 8 maddədən ibarətdir. Dövlət hər bir vətəndaşın təhsil alması üçün müvafiq şəraitin yaradılmasına təminat verir. Təhsilin hər hansısa bir pilləsindən, səviyyəsindən və formasından məhrum edilməsinə yol vermir. Təbii ki, bir çərçivədə. Sən əgər etik davranış qaydalarını pozursansa, və yaxud da fəaliyyətində çoxlu nöqsanlar varsa, belə deyim də, tələbə kimi öz öhdəlikləri yerinə yetirmirsənsə, ola bilər ki, işçi kimi öz öhdəlikləri yerinə yetirmirsənsə, bunlar istisna hal kimi sayılır. Amma digər hallarda əlbəttə ki, təminat verilir. Yəni sən məhrum edilə bilməzsən. Yoldaşlar, bir az zəhmət olmasa mikrofonu bağlayardınız, digər yoldaşlarımıza mane olmayaq. Eyni zamanda dövlət cinsindən, irqindən, dilindən, dinindən, etnik mənsubiyyətindən, sosial vəziyyətindən, mənşəyindən, sağlamlıq imkanlarından, yəni sağlamlıq imkanlarından asılı olmayaraq da belə deyim mən sizə, ümumiyyətlə ayrı-seçkiliyə yol verilməsinə qadağan edir. Yəni bu yol verilə bilməz də. Necə deyim, bunun sağlamlıq imkanları məhduddur və yaxud da bu kişidir, bu qadındır və yaxud da ki, dini baxışına görə, hətta siyasi əqidəsinə görə, aydındır? Yəni ayrı-seçkiliyə yol vermir. Yaxşı yoldaşlar, bunu yadda saxlayın. Dövlət mülkiyyət formasından asılı olmayaraq da bütün təhsil müəssisələrində işə qəbulda, vəzifələrə təyin olunmada və ya seçilmədə, əməyin stimullaşdırılmasında, təhsil müəssisələrinə qəbul olunmada, təhsil alanların təqaüdlə təmin edilməsində, ixtisasların seçilməsində, biliyin qiymətləndirilməsində heç bir halda kişi və qadın ayrı-seçkiliyi yaratmır, onlara bərabər imkanlar yaradılmasına təminat verir. Aydındır? Dövlət hər bir vətəndaşın icbari ümumi orta təhsil almaq hüququnu təmin edir. Eyni zamanda bir şey deyim ki, icbari təhsil məcburi təhsildir. Yəni yadınızdadırsa, əvvəl şəhadətnamə alırdıq 9-cu sinifdə, indi attestat verilir, amma əvvəllər şəhadətnamə idi. Yəni icbari təhsil belə deyim, pulsuz şəkildə, ümumiyyətlə ümumi təhsil məktəblərində pulsuzdur hər şey. Dövlət onun belə deyim də qarşılayır öz büdcəsindən, dövlət büdcəsindən. Dövlət təhsil müəssisələrində hər bir təhsil alanı pulsuz ümumi təhsil almaq hüququna malikdir. Dövlət təhsil müəssisələrindən söhbət gedir. Özəl müəssisələrlə qarışdırmayın, çünki özəl müəssisələr adından da bəllidir ki, özəldir onlar. Dövlət orta Üzr istəyirəm. Dövlət orta ixtisas təhsilində və ya ali təhsilin hər bir səviyyəsində qanunvericiliyə uyğun olaraq təhsil alanların yalnız bir dəfə pulsuz təhsil almaq hüququnu təmin edir. Baxın, sözə bunu yoldaşlarımız bəzən qarışdırırlar. Deyirik ki, biz orta ixtisasdır, orta ixtisas təhsilində, yəni kollecdə, orta ixtisas əslində 17-ci maddəni öyrənəndə orta ixtisas biləcəksiniz də pillə nədir, səviyyə nədir. Orta ixtisasın özü bir pillədir, amma səviyyələrə bölünmür. Yaxşı? Amma ali təhsil özü pillədir, amma onun 3 səviyyəsi var. Bakalavr, magistratura, doktorantura. Qanunvericiliyimizin 5-ci maddəsinin 4-cü bəndə deyir ki, bizə hər bir pillədə orta ixtisas pilləsindən gedir də, bir də ali təhsil pilləsinin hər bir səviyyəsinə yalnız bir dəfə pulsuz oxuya bilərsən. Misal üçün, bakalavr təhsil səviyyəsinin, ali təhsil pilləsinin bakalavr səviyyəsini bir dəfə pulsuz oxumusansa, ikinci dəfə bakalavriyyatı pulsuz oxuya bilməzsən.
Aydındır. Amma bakalavru pulsuz oxumusan, indi qəbul olmusan magistraturaya, bir səviyyə irəli keçmisən də, bəli, pulsuz oxuya bilərsən. Və yaxud da magistraturanda pulsuz oxumusan, bir səviyyə hansı, üst səviyyə hansıdır? Doktoranturadır. Okeydə, yəni problem yoxdur, yenə də pulsuz oxuya bilərsən. Aydındır, yoldaşlar. Amma hər səviyyədə bir dəfə bu şamil edilir, tətbiq edilir daha doğrusu. Dövlət əmək bazarının tələblərinə uyğun olaraq da təhsil müəssisələrinə ixtisaslı kadr hazırlığı üçün dövlət sifarişləri verir. Bir də ki, məzunların müvafiq işlə təmin edilməsinə şəraitlər yaradır. Misal üçün, imtahanlar təşkil edilir. Yəni, bir növ, belə deyim də mən sizə, il ərzində 10.000 müəllim məzun olursa, o demək deyil ki, hamısı işləməlidir. Belə bir şey yoxdur. Onların içində ən yaxşı biliyə, savada malik olan şəxslər işləməlidir. Əgər belə deyim mən sizə 10.000 məzun varsa, müəllimdir də tutaq ki, düzdür? Misal olaraq deyim, təhsil sahəsində danışdığımız üçün. Hamısı işlə təmin edilsəydi, onların yəni eləsi var, belə deyim də 1000 nəfər filoloqdur. O 1000 nəfərin hamısı eyni dərəcədə filologiyanı bilmir də. Yəni Azərbaycan dili ədəbiyyat fənnini yaxşı bilmir. Aydındır? Yəni balans var onların arasında. Biri yaxşı bilir, biri nisbətən yaxşı bilir, biri zəif bilir, biri nisbətən zəif bilir. Yəni biz o balansı müəyyən etmək üçün MİQ imtahanı təşkil edirik. Düzdür? Azərbaycanda MİQ imtahanı var, müəllimlərin işə qəbulu. Yəni sən bilikli, bacarıqlısansa, sənə şərait yaradıram, gəl özünü sübut elə get. Və yaxud da sertifikasiya imtahanı. Qanunvericimiz deyir ki, savadlısan, əla. Deyirsən savadlıyam da, mənim nəticəm var, yəni əla, okeydir, problem yoxdur. Gəl bu imtahanı ver, sənlə biz davam edək. Yox, sən imtahanı verə bilmirsənsə, sadəcə olaraq sözdə deyirsənsə ki, mən savadlıyam, bu reallıq deyil. Eyni zamanda biz yadınızdadırsa, bir 5 dəqiqə bundan qabaq bərabərlik prinsipindən danışırdıq. Təhsil haqqında qanunun 3-cü maddəsində də bərabərlik prinsipi. Biz bu, belə deyim də, normaları müəyyən eləməsək, avtomatik olaraq bərabərlik prinsipi pozulmuş olar. Yəni necə? Yəni yaxşı bilən də bir müəssisədə işləsin, zəif bilən də. Bu ədalətlilikdirmi? Ümumiyyətlə bərabərlikdirmi? Yox. Bu düzgün anlayış deyil. Yəni ümumiyyətlə bacarsansa gəl işlə dövrüdür bu dəqiqə. Yəni biliyin, savadın yerindədirsə, normativləri ödəyirsənsə, okeydir. Sən işləyəcəksən, sən fəaliyyət göstərəcəksən, aydındır? Daha sonra dediyimiz kimi dövlət maddi vəziyyətindən asılı olmayaraq istedadlı şəxslərin təhsilini davam etdirməsinə təminat verir. Sosial müdafiəyə ehtiyacı olanların belə deyim, təhsil almasına şərait yaradır. Dövlət milli təhsil ənənələrinin qorunmasına, inkişafına, innovasiyaların tətbiqinə də təminat verir. Dövlət xaricdə yaşayan azərbaycanlıların təhsili ilə bağlı xüsusi layihələr və proqramlar həyata keçirir. Bir də vacib olan maddələrdən biri də 7-ci maddədir. Fikir versinizmi? 2, 3, 5, indi 7-dən danışıram. Çünki imtahana bu maddələr düşür. Ardıcıl olaraq 1, 2, 3, 4, 5, 6, 7 elə yox. Konkret olaraq imtahanda ən çox bizim rastımıza çıxan bu maddələrdir. Biz də bu maddələr üzərindən getməyi daha səmərəli hesab edirik. Təhsil haqqında qanunun 7-ci maddəsi tədris dilindən danışır. Azərbaycan Respublikasının təhsil müəssisələrində tədris dili dövlət dilidir, yəni Azərbaycan dilidir. Aydındır? Vətəndaşların və təhsil müəssisələrinin təsisçilərinin istəyi nəzərə alınaraq, fikir verin ha, vətəndaşların və təhsil müəssisələrinin təsisçisinin istəyi nəzərə alınaraq Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə, eyni zamanda müvafiq icra hakimiyyəti orqanlarının müəyyən etdiyi orqandan, qurumdan razılaşmaya uyğun olaraq təhsil müəssisələrinin tədris müvafiq dövlət təhsil standartları və ya beynəlxalq səviyyədə akkreditasiya olunan təhsil proqramları əsasında da digər dillərdə də aparıla bilər. Misal üçün, rus sektorları deyirik ki, biz buna misaldır da. Amma tədris digər dillərdə aparılan ümumi təhsil müəssisələrində mütləq şəkildə Azərbaycan dilidir, ədəbiyyatıdır, daha sonra coğrafiyasıdır, bir də tarix fənnidir ki, tədris olunmalıdır. Aydındır yoldaşlar. Tədrisi, belə deyim də, tədris dilin zəif bilən təhsil alanlar üçün də müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada və təhsil proqramlarına uyğun olaraq hazırlıq sinifləri, kursları təşkil olunur. Daha sonra gəldik, çatdıq təhsilin formaları, bir qədər sonra isə təhsil alma formaları. Birincisi təhsilin forması, bir də təhsil alma forması. Bunlar müvafiq olaraq təhsil haqqında qanunun 12-ci və 13-cü maddələrində öz əksini tapır. Təhsilin forması, bir də var təhsil alma forması. Misal üçün,
bax belə deyim, sən bu cihazı almaq istəyirsən, düzdür? Almaq istəyirsən. Bir var, özün gedib alasan. Bir də var ki, öz dostundan xahiş edib alasan. Amma sonunda nədir? Bu cihazı almağa etdə, düzdürmü? Yəni burada da nə demək istəyirəm? Təhsil alma formasından demək istəyirəm. Sən təhsili əyani formada da ala bilərsən, qiyabi formada da ala bilərsən. Hal-hazırda indi təhsil alma formasından istifadə edirsən, distant təhsildə məsafə. Yəni məsafədən də ala bilərsən. Sərbəst eksternat qaydada da ala bilərsən. Daha sonra fərdi şəkildə də ala bilərsən. Təbii ki, müəyyən kriteriyalar əsasında da müəyyən şəxslər var ki, evə təhsilə, fərd təhsilə, stasionar təhsilə cəlb olunurlar. Üzr istəyirəm. Bir də ki, zəruri hallarda da ki, müasir təhsil texnologiyalarından istifadə etməklə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalara uyğun olaraq digər təhsil alma formaları da tətbiq edilə bilər. Əyani təhsil də ki, nədir? Yəni gündəlik məşğələlərdə, seminarlarda iştirak etməkdir. Qiyabi təhsil, baxın, qiyabi təhsil işləyən şəxslər var, bizim işləyən vətəndaşım. Misal üçün, mən işləyirəm, eyni zamanda təhsil alıram. Hansı formada təhsil alıram? Qiyabi formada. Çünki mən, belə deyim də, hər gün dərsə gedib gələ bilmirəm. Çünki mənim iş vaxtımdan uyğun gəlmir bu. Əyani təhsil alsam mən, ya işləməməliyəm, ya da gedib, necə deyim, mən sizə təhsil almalıyam da. Amma dövlət mənim üçün şərait yaradır ki, deyir, sən işlə, problem yoxdur. Amma müəyyən vaxtlarda, müəyyən zaman aralıqlarında seminarlarda, məşğələlərdə, imtahanlarda iştirak elə. Və sənə şərait yaradıram ki, indi əmək məcəlləsində məzuniyyət hissəsi var. Onu sizə keçəndə özünüz də şahid olacaqsınız. Deyir ki, mən sənə təhsil məzuniyyəti də verirəm. Aydındır? Yəni dövlət nə elədi? Mənim hüquqlarımı tam şəkildə təmin elədi. Yəni necə deyim? Yəni bir növ sövq eləyir ki, oxu. Aydındır? Yəni mən özüm özlüyümdə bir kapitalam. Yəni insan kapitalı yox da, düzdürmü? Yəni hər nə qədər bizim cəmiyyət savadlı olsa, intellektual olsa, bizim xalqımız, bizim dövlətimiz, ümumiyyətlə necə deyim, qabaqcıl dövlətlərdən biri olar, qabaqcıl respublikalardan biri olar. Aydındır nə demək istəyirəm mən sizə? Gələk indi təhsilin formalarından danışaq. Təhsilin formaları 3 forması var ümumiyyətlə. Formal forma, üzr istəyirəm, icazə verin, zəhmət olmasa. Hə. Deməli, təhsilin formaları hansılardır? 3 forması var. Formal forma, qeyri-formal forma, bir də informal forma. Aydındır? Formal təhsil dövlət təhsil sənədi ilə yekunlaşmasına biz deyirik, məsəl üçün təhsilin dövlət təhsil sənədi ilə yekunlaşmasına biz deyirik nə? Formal təhsil forması. Məsəl üçün attestat verilir bizə məktəbi qurtaranda, diplom verilir. Aydındır? Yəni dövlət təhsil sənədi verildi ki, sənə həqiqətən də sən bu müəssisəni bitirmisən və yaxud da ki, yəni bu fənlərə, yəni bu potensiala maliksən. Məsələn, bakalavr diplomunuza baxın. Yəni ilkin peşə hazırlıqda, ilkin peşə hazırlığı deməyək buna. Yəni sən artıq əmək bazarına yararlısan da, X bir ixtisasla, yəni müəyyən ixtisasla, müvafiq ixtisasa uyğun olaraq sən əmək bazarında fəaliyyət göstərə bilərsən. Yəni bu sənin üçün sənin əlində bir belə deyim də mən sizə bir sənəddir. Aydındır nə demək istəyirəm? Bu nə sayılır? Formal təhsil forması. Yəni dövlət təhsil sənədi ilə yekunlaşan formaya biz deyirik nə? Formal təhsil forması. Bir də var qeyri-formal təhsil forması. Qeyri-formal təhsil forması biz öyrənirik dərs belə deyim, repetitor yanında, kurslarda, daha sonra dərnəklərdə və s. və ilə axırda. Yəni biz öyrənirik, müəllimdən öyrənirik. Amma həmin müəllim, həmin kurs bizə dövlət təhsil sənədi verə bilmir. Ola bilər hər hansısa bir kurs sənə öz sertifikatını versin. Amma o kurs çərçivəsində o keçərlidir. Aydın nə demək istəyirəm mən sizə? Yəni o attestat kimi, diplom kimi qüvvəli sənəd sayılmır. Aydındır? Bu gedir nə? Qeyri-formal təhsil forması. Misal üçün sizin istifadə etdiyiniz formaya biz nə deyirik? Qeyri-formal forma. Yəni siz mənlə öyrənirsiniz, amma mənim səlahiyyətim çatmır sizə dövlət sənədi verim. Aydındır? Bir də var təhsil formaları içində informal forma. İnformal forma şəxsin, belə deyim mən sizə, özünün bilik və bacarıqlara yiyələnməsidir. Yəni mən bunu sadə kitab dili ilə demək istəmirəm ki, daha rahat formada öyrənək də. Yəni kitab dilində desək, bir növ yadımızda qalmır. Unuduruq. Yəni bunu sadəcə praktik dildə deməyə çalışıram ki, yəni yadımızda qalsın. Bayaqlar misal üçün danışırdıq, biz gündəlik sosial şəbəkə, internet resurslarından, sosial şəbəkələrdən, müxtəlif platformalardan, qəzetdən, jurnaldan, indi qəzet oxuyan bilmirəm, oxuyursunuz yoxsa yox.
və ya kitablardan. Yəni şəxs oturur, açır kitabı, öz kitablarını başlayır oxumağa. Deyir mənə nə təhsil müəssisəsi lazımdır, nə mənə müəllim lazımdır. Özüm oxuyub öyrənirəm. Aydındır? Amma bu zamanda bizə dövlət təhsil sənədi verilmir. Yəni sən özün bilik bacarıqlara sahib olursan, öyrənirsən. Bu ən çox nədə müşahidə olunur? Mən sizə deyim. Bunu ən çox həyata keçirir çox bacarıqlı abituriyentlər. Misal üçün mən 2015-ci ildə universitet sənədi vermişəm. Mən az zaman ərzində hazırlığa getmişəm də. Əksər belə deyim də mövzuları özüm oxumuşam. Oturmuşam, yəni fikirləşmişəm ki, belə deyim də, mən niyə görə mənimlə hazırlaşam? Yəni mövzu tarix fənnidir, açıram tarixi oxuyuram da. Nəysə başa düşmürəm, öz dostumdan, yoldaşımdan öyrənirəm. Aydındır nə demək istədim? Yəni o da ki, belə deyim də, mən sizə müəyyən hallarda olur da. Yəni bir növ araşdırmacı insanlar bunu eləyə bilər. Aydındır nə demək istədim mən sizə?